Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Ötən gün düşənbədə Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü dünya mediasında böyük maraqla qarşılandı. Xüsusilə Kreml rəhbərinin Bakıya qarşı kifayət qədər yumuşaq ritorikası, Azalın təyyarə qəzası mövzusundakı müsbət addımları diqqət çəkdi. Beynəlxalq analitiklər Putinin Azərbaycana yanaşmasını qonşu Gürcüstanla müqayisə edərək təəssüblərini dilə gətirirlər. Moskva və Tbilisi arasında yaranan gərginliyin 2008-ci ildə müharibə ilə nəticələnməsinə baxmayaraq Bakıya münasibət fərqli oldu. Rusiya səhvini etiraf etdi və Azərbaycanın şərtlərinin icra ediləcəyini açıqladı. Putinin bu addımın səbəbi nədir? Referans xəbər verir ki, Global Info azda danışan politoloq Elman Telmanoğlu deyib ki, Moskva 2008-ci ildə Gürcüstan prezidenti Mikhail Saakashvilinin sərt addımlarına cavab olaraq hərbi müdaxiləyə əl atmışdı. Amma 2024-cü ilin dekabrından sonra Azərbaycanla münasibətlərdə Rusiya fərqli davranış göstərdi. Rəsmi Bakı gün regionda çox vektorlu siyasət yürüdür. Həm Rusiya, həm Qərb, həm də Türkiyə ilə əməkdaşlıq edir. Moskva üçün bu tarazlığı pozmaq strateji səhv olardı.